Salam dostlar, bu arı keçən həftə anarı verdiyimiz koloniyadır. Koloniyada hal-hazırda hər şey qaydasındadır. Anar yumurta atmağa başlayıb. Çox gözəl də yumurta atır. Bu orta çərçivələrə günlükləri var. Anar da özü buradadır. Kameraya düşür yoxsa yox. Anarı burada. 2025-ci ilin ana arısı çox gözəl də ana arıdır. Yəni. İndi əsas məsələ nədir? Bu bölmələri bəsləmək lazımdır. Necə bəsləmək lazımdır? Hal-hazırda buna keş alıb vermək olar, amma mən keş vermirəm bu cür havada. Niyə görə? Çünki keşə ən çox çiçək tozuna görə verirəm. Bu havada da çiçək tozu kifayət qədər gəlir. Həmçinin digər güclü koloniyalarda yetərincə çiçək tozu olan çərçivələri var. Onlardan birini götürüb vermək, məsələn, bu başları çərçivə kifayət edir arıya. Arıya əsas bu zaman lazımdır duru bəsləmə, yəni şərbət, nektar lazımdır. Şərbəti də müxtəlif sulara düzəltmək olar. Ən sadəsi 1 litr suya 2 kiloqram şəkər tozu qatmaqdır. Biraz soyuq havalarda. Hələ də axşamların aslında soyuq olur. Və yaxud da 1 litr suya 1 kiloqram şəkər tozu qatmaqdır. Hal-hazırda bu 1 litr suya 1 kiloqram şəkər tozu qatılaraq hazırlanan şərbətdir. Şərbəti hazırlayarkən içərisinə əlavələr edirəm, həmişə edirəm. Yəni qış vaxtı da edirəm, ilkbaharda da edirəm, yəni fevral, mart, aprel ayında da edirəm. Qışa hazırlayarkən də edirəm, yəni sentyabrda, oktyabrda da edirəm. Əsasən mənim elədiyim nədir? Suyu qaynadarkən, 1 litr suyu qaynadarkən içərisinə 30 qram və yaxud da 50 qram keşkot atıram. Bunu hər dəfə eləmirəm. Yəni bir dəfə keşkot atanda 30 qram, 50 qram. Bir dəfə yarım xörək qaşığı və yaxud da biraz daha çox qara istiot atıram, qaynayanda. Qaynatdıqdan sonra şəkər tozunu qatıram, ərdirəm tamamilə, qoyuram soyunmağa. Soyduqdan sonra bir qaşıq əldə düzəlmə alma sirkəsi, xörək qaşığı, alma sirkəsi qatıram. Daha sonra 2 dənə yumurtanın ağını qatıram. Havalar soyuq olarsa əgər, 1 ədəd limon sıxıram içərisinə və qarışdırıram. Hava soyuq deyilsə, məsələn, buna hal-hazırda heç nə qatmamışam, yəni limon qatmamışam, limonsuzluq. Bu şəkildə qatdıqdan sonra, soyuduqdan sonra arıya bu cür pingvin salafanlarda verirəm. Yəni mən artıq bunu 2 ilə yaxın verirəm arılara, heç bir problem çıxmır, əksinə arıların daha gözəl gücləndiyini görürəm. Yəni mənim etdiyim şərbətləmə bu cürdür.